Değil mi zaten? Hakim yenmek değil mi? Orada da gözlüğü. Pazar değil. Pazar. Bu da kadar gider. Deməli, komandir rota rəsməliyən bizim İskəndəri də daha hamı tanıyır. Özü Bozqurt mükafatını alan həmin o İskəndərdir. Və döyüşən uşaqlarımız da hamısı. Bu dağları qoruyan bunlardır. İlyas müəllim, nətərdir vəziyyət? Vəziyyət əyalarsa sağ olun. Hələ nə qədər varıqsa vəziyyət əyala gelir. Çünki bu dağları qoruyan uşaqlar elə dağ bu qarlı hamısı qəhrəmanlardır. Bu gecəki ateşdə bir nəfər də olsun yatdı söhbəti yox idi. Hamı əlində silah, bütün pozisiyalar. Sizə salamatlıqdır mı? Sağ salamatlıqdır bizə. Qaravəllərdən bir nəfər gəlir var, elə mi? Qaravəllərdə hə olubdur. O da topa. Top. Qaldı. Qonşular narazılıq edir çünki dağındı çox olub. Onda hamısı günahkar. Təbrik et. Təzə elinə təbrik etdi onları. Salyut göndərirdim onlara. Hamısını özü də hamısı soruşub kimə lazımdır ona yerində pay adresi toçunu. Bilərsin, taksik seçkin qaldı. Amma özü də arada aldı da qaçıb gəlib hər şeyi göstərəndə özü də Pavricdi. O heç. Nədir, nə oldu, nədən? Eləmir. Deməli, Eldar bəy bizim 50'dir. Özü ilə bu Yanan Mutudərə kəndindəndir, Ali Sovetdə işləyir. Daha digər çıxmadı, maşın çıxmadı, o biri yoldaşlar da gələcək. Gəliblərsə, operatorumuz da elə köçər Onu da bəy. özüm çəkərim sonra. Sən də alıb Bizim qohumların hamısı şınıqlı olduğuna bağlı. Sen Özbekistan'dan gelip bize öğretme. Hamısı nesillikçe. Hem Cəfər Cabbarlardır kino stüdyoya, hem tele stüdyoda hamısı bütün o aparatların arkasında işlemeyi hele bacarırlar. Sen öz aparatını açsan, ondan daha yakın. He, var özüm Çünkü aparatım. senin aparatının sesi bundan yakın çıkıyor. Paramız var ha. Ya Allah, ya Allah. Salam, hamılıqsan, hamınızı öpürəm. Qardaşlarımız uşaqlar da baxır. Bir kollektivdir. O kollektiv sizə öz dəyərini göndərir. Əvvələ çoxlu salamlar qucaqdır. Çok sağ olsunlar. Öz də içlərindən gələn təmiz salamlarını göndərirlər. Sizi Tanrıya tapşırırlar. Bizim kiçik bir mükafatımız var. Şimdi mən istəyirəm ki, onu... Nətər deyirsiniz? Bununla sahibə deyirsiniz. Sahiblə, Televizor. sahiblə sizə, bir də qalan qardaşlarımıza da indi hədiyyə olacaq. Sahib banitsada yatır. Sahiblə, bax, o 20.000 manatdır, 10.000 manat qardaş sənindir, 10.000 manat da sahibindir. Xahiş edirəm, kiçik də olsa bunu götür. Bu Rusların aboy kağızıdır hələlik. Sağ olsun, öz milli pulumuz çıxacaq. Sağ ol, qadan alım. Sağ olun. Allah üstünüzdə olsun. İndi bizim yardımını da gətirmişək burada. Ümumi Dünya Türk-Azərbaycan Həmrəyliyi günüydü. O gün münasibətilə sizi təbrik edirik. Qarşıdan yeni bayramlarımız gəlir. Novruz bayramımız əsas. Təzə il bizim oradan başlayır da. Türk dünyasının təzə ili, Müsəlman dünyasının təzə ili ondan. Allah qoysa yenə gələcək sizin yanınıza. Təhşə sağlam olsun. Bir dəqiqə mən yenə təbrik edirəm. O da komandir İskəndər bəy, bütün yenə zəhmətkeşlər adından. Kimin ürəyi buradadır, qəlbi buradadır, ürəyi, canı buradadır sizlə. Bizim verəcəyimiz hədiyyə budur, kiçik televizor
hediyesidir. canınızı sağ olasın. Sağ olun. Yine sizi Arzu tebrik edirəm edirəm. ki, bu televizorda, öz ekranlarınızda da bizim əskərlərin qələbə urrasını eşidin. Hamınızın gözündən sevinç yaşarsın. Her şeydir. Hoş, soldatlarımıza canımız kurban. Yine çok sağ olun. Getirin. Sağ olun. Götürün sizi. Orada hamısı var, hamısı yine size var. Bugün kurarı bakalım. Ha, yine. Ha, bu yine. Açın hiç görünmedi mi? Murat Bey yakın bir şeyler tutsana. Ay benim peylaştırarsın. Ben satacağım. Bu şahsen sana. Ha ne oldu Bafa? Şahsen özgür. Sen ne var? Kiçik hediye de olsa. Yüreğiniz kalbiniz. Bunları da götürün. Götürün bunları. Bu hediyeleri, isti hediyeleri de götürün. Bu da Allah koysa yine sizin dalınızda, arkanızda. Sabun var mı sizde? Ha? Sabun. Allah sizi var. Yok sabire sabun. Var. Paltar sabun. Ay o ne yukarıda? Aşağısı biraz. Hadi ya işte. Hadi sağda çıkma. O videoya bakanda bilsin ki sen həqiqi əsgərsən. Gülümsemiyor. Evet, 90 yaşında kişi belli hüküm eləmir. Çünkü o dağ necə durur onu kimsenin de şaxdır da. Mesela buradadır. Yoksa biri eğilir, biri... Eybi yoktu. Kuruluşu görür. İşçidir ha. Ardasa kuruluşun yarası dolar da. Erməni tişliyi bu. Olmadı. Düzden hala bakmazlar. Vatanı düzen. Faragat. Qətməşədə. Şınığı alimler ölkəsi adlandırırlar. Ama şınıq alimlərinin səsi batıb çıxmır hardasa. Ne alimli, ne akademikli. Bizim yanımızda yok, hele öz evlerinde de görə bilmirik. Görənməzsiniz. Bu müddətdə başa düşmürəm, bircə xahişim odur ki, biz onlarla maraqlanırıq, onlar bizlə maraqlanmasın. Onların yerini bizə desinlər ki, hamısı sağ salamatdır. Bizim əskər salamımızı hamısını onlara yetirin. Onlara deyin ki, qorxmayın, otduğunuz yerde oturun, dənizin otoyuna keçmeyin. Hələ biz buradayıq. Bizim şınıq alimlərini. Onlara uzun ömür, can sağlığı, amma qaçmaq surətini dayandırsınlar. Vaxt var idi. O qoca saqqalım var otağına. Onun bığına quzu kəsim, papağına qurban olum. Həmin o babamın gəlirdilər burada bulaq başlarında Allahlı kebablarını yeyirdilər. Kebab yenə var, amma da onlara çatmır. İndi O dağlar onları bağışlamayacaq. Yox, o dağlara bilməm, hasizdən gələcəklər, onları mən deyə bilmərəm. Çünki onlar dağa gəlmə yüzü yoxdur. Gəlsin axşama kimi Ona görə ki, onların evləri onlar üçün ağlayır, hamısı. Çünki qohum əqrəbələr də yaddan çıxıb. Amma məsələ buradadır, ümumiyyətlə götürəndə, yəni və icra hakimiyyəti, onun ayrı-ayrı təşkilatları, məsələ bizim ən yüksək zirvə olan İskəndər qalası, Daşyurt dediyimiz qalada peç lazım olub, həmən dəqiqə hazır olub. Gecə saat 11-də zəng eləmişik, səhər gedib gətirmişik. Sağ olsun, sağ olsun. Sonra Ədalət bəy deyib, bizə nə lazım olub demişik, həmən dəqiqə hazır olub. Ki o boyda yüksəklikdə küləyin qarşısında durasan. Və vaxt olub ki, Salih bəy özünün kürkü olub, öz şəxsi kürkünü də verib bizə göndərib, pusat qalada geyinirlər. Amma elə təşkilatlarımız var ki, özünə yox, savxoza məxsus olan traktoru işlətməyə bizə verirlər. Deyərəm ki, yoxdur, qoy başqa yerdən gəlsin. Yəqin bəy olaraq... Bir halda ki, özümüzün var. Üçü düz Rəsulda var. Üçü bizdə var. Biri İsalıda var. Bunların heç kəsi bizə köməyə gəlmir.
Ama mesela buradaki yeri Semender. Özü asfalt zavodun traktoristidir. Bir hafta geceni gündüzü burada yatıp o gördüğün dağda bütün yolların hamısını açıp. Cümşüt bu esinle 2 defa ölümden kurtarıp. Bu esinle bu yolları o açıp. Mesela buradaki bunların hamısını eləmirlər. Kamil kişi var. O elinin biri de invaliddir. Esi de qalıb orada. Bütün bu yolu işleyip bize ahırda da esini snaryadla vurdular. Esi de bu sırada o dağda qalıb. Deməli, hansı dəqiqə desək yanımızda hazır olur. Həmişə bizlə bir yerdə olur. Onu da ayrıq verin. Ümumiyyətlə bu əsgərlərin ən çox ehtiyacı nəyədir? Əsgərlərimizin ehtiyacı bircə şeydir. Tələsmə bura. Bizdə əsgərlərin hamısında yüksək döyüş ruhu var. Qabiliyyəti var, hamısı hər şey hazırdır. Amma məsələ buradadır ki, bunlarda ehtiyac bircə şeyədir. Bu saat yaşayış otağımızda təmir işi lazımdır. O da bilirsən, bu saat o yadımızda deyil. Çünkü bu saat hadisələr elə geniş cərəyan edir ki, o yaddan çıxır. Çünkü bizim əsas yaşayış yerlərimiz bu saat o dağlardır. Allah qoysa və Salat Beyin köməyi ilə mən elə başa düşürəm, onu da eləyəcəyim. Allah'ın köməli ilə. Qaldı bu dəqiqə nətər deyim, əsgərlərimizin hamısı deyə bilər. İsti valinkalarımız var, sonra pambıqlı pencək şalvarımız var, hamının papağı var. Bircə qalır ki, bizə yalnız və yalnız çatdıra bilmirik döşək ağı. Bir də yorğan ağı lazımdır ki, gələndə heç olmasa siz də gələndə bizi utanmayaq ki, deməli bizdə bütün səliqə hamısı var. Əvvəllər könüllülər əksəriyyət təşkil edirdi müdafiə edən. Düzdür, burada müxtəlif qruplar var idi da. Çox intizamsızlar da var idi, ancaq intizamlı, o ürəklə vuruşanlar da var idi. Bunlar lap əvvəllər, bu buranın müdafiəsi təşkil olunanda könüllü kimi başladı. Birinci gündən büyüyünə qədər. Belə tanıyırıq, heç biz işləməmişdən qabaqda bunlarla tanışıq, gəlmişik, burada da qalmışıq, söhbət eləmişik, tanıyırıq bunları. Bir neçələri var ki, doğrudan da haqlıdır, onlar o könüllülər yola salındı, gəlmişlər. Ancaq bunlara mən özüm söhbətdən söz verim ki, sizdə söhbət orada da olur. Bunlar deyirlər ki, güya ki, indi dekabrın axırına kimi Müdafiə Naziri, güya yox, bax belədir ki, deməli Müdafiə Nazirinin daxili əmri var ki, könüllülərin hamısını kənarlaşdı, ləğv eləyirlər, ancaq çağırışçılar olur. Ancaq belə könüllərə böyük ehtiyac var. Məsələni qaldırma vəziyyəti bilir. Bir də hamı cəmiyyətə kim ki sizdən salam göndərmiş bizə, onlar da çox sağ olsun, onlara çox salam söyləyəm. Onların nümayəndəsi kimi sizə bütün şəxsi heyət adından öz minnətdarlığımızı bildiririk. Sizi tam əmin edirik kollektivimizi ki, nə qədər burada varıqsa, arxayın rahat evimizdə yatıb işləyə bilərsiniz. Ha vaxtsa biz də rahat olacağıq. Çox sağ olasın. Tam əmirik ona. Çox sağ olun. Çünki belə qartallarla aşağı kürün qırağına enmək olmaz. Bu qartallarla yalnız biz dağlara çıxmalıyıq. Allah qoysa bəlkə olacaq ki, sonraki pozisiyamız daş yurtda yox, Gözəldərədə qoyacaq o pozisiyanı. Allah qorusun. Gözəldərədə. Çünki Gözəldərə Ağbulaq aşırımı bizim sonraki pozisiyalardır. Məqsədimiz budur. Bakı Dövlətə salamlar. Salam deyəndə sağ olsunlar. Görürlər də nə əziyyət çəkir bunu sonra. Bilməlidirlər ki, Bilməlidirlər də. Nədəri? Hamısını qonaq çağır ki, bir yanı tağlar, bir yanı mormor. Qonaq çağırmışam. Təbiət üstünə səfələmiş nur. Denəl ala, gəl harda istən dəyə çadır qur, yaylaqlar yaylağı gəl şınıqdadır. Elə deyil mi? Orada Tanrı verdi, talada ordu. Qandal nağı neçə meydan qurdu. Çox sağ ol. Cəfərqulu kimi yiğitlər yurdu, qaçaqlar qoçağı, gəl. Şınıqdadır. Qorx. Sağ olaydı. Sağ olaydı. Həmin kimi deyək də oxuyun. Hə deyən də kim oxuyandı birini? Kimi oxuyur da hangi bir oturur? Alın da. Sağ ol. Şehirdir. Şehir de dindirim. Şehir oxusa. Şehir bilmiyorum. Böylece söz değil. Necə? Mən xahiş edirəm, bu indi hamı baxacaq bu televizora. Burada əksəriyyəti gələnlərin hamısı könüllərdir, özü də Bakıdan gələnlərdir. Bizim özümüz də Bakıda yaşamışıq. Bizim bacı qardaşlarımızın hamısı da orada yaşayır. Əvvəllər neçə ki burada sakitçilik idi. Bacı qardaşlarımız həmişə yayda bir ay otpusu götürürdü, gəlirdilər buraya, hamımız bir yerə yığışırdıq. Ay sağ ol. Çünki yiyib içmək var idi də. İndi davazat başlayıb deyə, heç olsa bizim Yaddan çıxmış. Gəlin alim durur keşimizdə. Yenə yiyin için.
Sağ olun. Bircə arzumuz var ki, yazda yenə qayıdıb öz kəndlərinə gəlsin, əkin səhvlə məşğul olsunlar. Sağ olun, sağ olun. Buz. Sanki olsun. Atırlar, Atırlar. O da bundan malzeme vurmuş. Bir avtomat bakar mı? Kaldım da. Oradan onlar çıxan kimi